Bugün 5 vacib həyat qaydasını öyrənəcəyik. Gəlin birlikdə baxaq. Qayda 1. Hər şeyi anlayacaqsan deyə bir şey yoxdur. Həyatın bəzi sualları cavabsız qalmalıdır. Sən hər şeyin cavabını axtarmaqla müdrikləşən deyilsən. Əksinə bu səni çox yoracaq və tükəndirəcək. Qəbul etməyi öyrən. Bəzən elə bu səni müdrikləşdirəcək. Qayda 2. İtirdiklərin səni boşaltmaq üçün idi. Bəzən həyat bizdən nəyisə alır ki, yerinə daha böyüyünü sığdıra bilsin. Bəli, hər itkini cəza kimi yox, təmizlik kimi gör. Qayda 3. Özünü dəyişmədən həyat dəyişməz. Yeni səhifə açmaq istəyirsənsə, köhnə sətirlərdə ilişib qala bilməzsən. İnsan eyni düşüncə ilə fərqli gələcək qura bilməz. Ona görə həyatını dəyişmək istəyirsənsə, əvvəlcə özünü dəyişməlisən. Qayda 4. Sakit qalmağı öyrən. Hər savaş döyüşlə qazanılmır. Bəzən susmaq uduzmaq deyil, dəyərini israf etməməkdir. Kiməsə nəyisə sübut etməyə çalışma. Çünki ağıllı insanın ən böyük cavabı səssizlikdir. Heç kimə planlarından danışma. Səssiz ol, işini gör. Və qayda 5. Vaxt səndən icazə istəmir. Ertələdiyin hər şey səni biraz daha gecikdirir. Qorxuların, tənbəlliyin səni yubatmasın. Başlamaq üçün hazır olmağı gözləmə. Sən başla, görəcəksən ki, çoxdan hazırsan.